Salam möhtərəm dostlar. Bugün başıma gələn bir hadisəni danışacağım. O vaxtlar 17 yaşımda idi. Mənim bir dayım vardı, o çox ağır xəstə idi. O evlərinin yaxınlığındakı bir qarovulxanada, tədarük idarəsi deyilən bir qarovulxanada qarovul çəkirdi. Amma xəstələndiyinə görə işə gedə bilmirdi. Mən onu axşamlar gedib orada əvəz edirdim. Nəhayət günün birində dayım rəhmətə getdi. Həmin yaz günlərində deməli belə bir hadisə də oldu. Həmin dayım qızının evindən qızılları oğurlandı. Mənim doğrusu bu hadisələrdən xəbərim olmadı. Çünki gündüzlər dəmir yolu stansiyasında gedib fəhləlik eləyir, axşamlar da gəlib həmin qarovulxanada qalırdım onun yerinə. Nəysə yenə də axşamüstü iş yerinə getmək istəyirəm. Dayım arvadı qarşıma çıxdı. Dedi, hara gedirsən? Dedim, qarovulxanaya. Dedi ki, səncə mənim qızımın qızıllarını kim oğurlayıb? Dedim, nə bilim, xəbərim yoxdur. Dedi, sənin xəbərin yoxdur, sən Churchilldən çox bilirsən. Heç nə başa düşmədim. Çünki doğrusu Churchill haqqında bir şey bəlkə də eşitmişdim. Çünki o müharibə görmüş adamlar çox bilmiş adamlara deyirdilər ki, sən Churchilldən çox bilirsən. Yəni, amma yenə də ağlıma gətirə bilmədim nə demək istədi arvad. Nəysə, aradan bir müddət keçəndən sonra məlum oldu ki, qızılları elə qızın qardaşı evdən aparıb. Və aradan bir neçə ildə keçdi. Biz bir məclisdəyik, yenə qohumlar bir aradayıq. Söhbət gəlib həmin qızıllardan düşdü. Dayım oğlu mənə dedi ki, bir başqa dayımın oğlu dedi ki, sən bilirsən, onlar bu oğurluqda səndən şübhələnirdilər. Mən dayımı ona görə əvəz edirdim ki, o maaşını, əmək haqqısını ala bilsin. Amma onlar sən demə məni oğurluqda şübhəli bilirlərmiş. Dostlar, mən həyatım boyu belə hadisələrlə çox qarşılaşdım. Və həmişə də bu hadisənin baş vermə səbəbini, son nəticəsini araşdırdım ki, niyə belə baş verir? Qeyd elədiyim kimi, həmin idarə tədarük idarəsi idi. Mən həyatımda bəlkə də ən böyük qazancımı həmin günlərdə etdim. Deməli, həmin o tədarük idarəsinə müxtəlif şeylər gətirirlər. Yun, dəri, mis, dəmir materiallar, yəni yığıntı, hər şey. O cümlədən ora makulatura gəlirdi. Məktəblərdən plandan yığılmış kağız bağlamaları gəlirdi. Mən rahat-rahat həmin kağız bağlamalarının içində eşələnir, oradan kitablar tapıb oxuyurdum. Bəli, həmin günlər mənim üçün ən qazanclı günlər oldu. Bir məsələni də qeyd edin, dostlar. Mən gəncliyimdə xüsusən bir zaman itirdiyimi zənn elədiyim şeylərin sonralar ən böyük qazancım olduğunu gördüm. Usta Maarif kanalını izləyin. Sağ olun. Allah'a emanet.